Dostlar, bugün uşaqların beynəlxalq müdafiəsi günüdür. Bilirsinizmi ki, uşaqlar kifayət qədər geniş hüquqlara malikdirlər. Uşaqların bir çox hüquqlarının müdafiəsi valideynlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Hərçədən elə valideynlər var ki, öz hüquqlarını təmin etmək yolunda uşaqları alət etməkdən çəkinmirlər. Bu yol verilməzdir. Bəzi analar boşandıqdan sonra uşağının atası ilə görüşünə əngəllər yaratmaq üçün hər vasitəyə əl atırlar. Elə atalar da var ki, uşağın xarici aparılmasına razılıq verməkdən əsassız olaraq yayınır, yaxud da bunu hansısa maddi şərtlərə bağlayır. Uşaq ananın himayəsinə ona görə verilmir ki, ananın hüquqları çoxdur. Ona görə verilir ki, uşağın maraqları baxımından bu daha uyğun qərar hesab olunur. Yaxud da uşağın ölkə xaricinə çıxarılmasında digər valideynin icazəsi isə ona görə tələb olunmur ki, digər valideyn müstəsna hüquqlara malikdir. Ona görə tələb edilir ki, bu uşağın digər hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Bunun əvəzinə valideynlər uşağı sağlam böyütməyə, müstəqil həyata hazırlamağa çalışmalıdırlar. Həyatdan çıxartmaq lazım deyil ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti isə valideynlər birgə daşıyırlar. Hörmətli valideynlər, unutmayın ki, uşağın maraqları sizin problemlərinizə uyğunlaşdırılmalı deyil. Əksinə, sizin problemləriniz uşağın maraqlarına uyğun həll edilməlidir.